Elhamdülillahi Rabbil aləmin. Əziz müsəlmanlar, Uca Allah Ənfal surəsinin 22-ci, 23-cü ayələrində belə buyurur. Allah qatında canlıların ən şərlisi haqqı anlamayan karlar və lallardır. Əgər Allah onların qəlbində bir xeyir bilsəydi, mütləq onlara haqqı eşitdirərdi. Əgər haqqı eşitdirsəydi də belə, yenə də onlar haqdan üst çevirərək dönərdilər. Sələflərdən biri bu ayəni belə izah etmişdir. Yəni Allah onların dini öyrənməyə qarşı həvəsli olduğunu bilsəydi, mütləq onlara dini başa düşmə qabiliyyəti verərdi. Bu da ona dəlalət edir ki, bu gün insanların əksəriyyətinin dini başa düşə bilməməsinin səbəbi məhz onların dini öyrənməyə qarşı həvəssiz olduqları üçündür. Buradan da bizə məlum olur ki, insanın dini öyrənməyə qarşı həvəssiz olması onu canlıların ən şərli olmasına aparıb çıxaran ən böyük səbəblərdəndir. Müfid Müstəfid kitabı 1-ci cild 284-cü səhifə.